Salam əziz dinləyicilər. Bizimlə birgə olduğunuz üçün çox təşəkkür edirik. Bu gün biz burada Urmu gölündən danışacağız. Əziz qonağım Sinan Mirzəyev bəy, çox xoş gəlibsiz. Selamlar, hoş gördük. Vaxt tələf eləmədən əvvəl suala mən keçmək istəyirəm. E, Urmu gölünün qurudulmasına bəziləri deyirlər bu heç siyasi bir şey deyil. Bəziləri isə deyirlər ki, bu yox, çox bütöv olaraq siyasi bir işdir. Sizcə Urmu gölün qurudulmasına siyasi açıdan necə görünmək olar? Necə bir baxış var? Məncə, mən belə düşünürəm ki, bu həyatda hər şey siyasidir. Yəni sistem belə qurulub, düzən belə qurulubdur və bu belə demək ki, Urmu gölü siyasi deyil, Urmu gölünün bu gün məsələsi siyasi deyil. Məncə yanlış bir söyləmdir və deyənlər hər halda siyasətə mənfi baxırlar, yoxsa bunu mu anlamırlar bilmirəm. Amma bu gün kasıb və ya varlı olduğumuz, harda yaşadığımız, necə yaşadığımız, hansı sistemdə, nə cür yaşadığımız, həyatımızın necə getdiyini, hər şeyi bu güc ilişkiləri dediyimiz siyasət meydanı bəlirləyir. Yəni ənində sonunda hər şey siyasidir. Onun üçün də mən belə düşünmürəm ki, Urmu gölü məsələsi siyasi deyil. Niyə ki, sonunda belə baxsaq, anayasaya baxsaq, bu çevrə və ətraf mühitin məsuliyyətini İran dövləti öz üstünə alıbdır. Və əgər bu məsuliyyətdə əgər bir xəyanət olubdur, əgər bir fəlakət var ortada, əgər yanlış siyasətlər gedibdir qabağa, bu hamısı dövlətin siyasətlərinin sonucudur, bu hakimiyyətin siyasətlərinin sonucudur. Və deyə bilmərik ki, dövlət heç bir etkisi olmayıbdır, elə beləsinə Urmu gölü quruyubdur, öz-özünə quruyubdur. Təbii ki, burada siyasətin böyük bir rolu var, hətta əsas rol elə o siyasi məsələdir. Yəni onun üçün də məncə bu yanlışdır. Ola bilsin bəzilər belə düşünsün, bu siyasi kəlməni əmniyyəti kəlməsi ilə dəyişdirsin və desin ki, Urmu gölünün əmniyyəti eləməyin ki, millət etiraza çıxa bilsin, daha çox insan ehtiva eləyib, daha az xəzinə verərək etiraz eləsinlər ki, bu da yanlış düşüncədir məncə. Niyə ki, ən yumuşaq şəkildə etirazlarımız belə bu gün sərkub olub. Dövlət öz gücünü göstərməyi sadəcə sərkubda görür. Yəni öz gücünü belə istəyir göstərsə. Bəli, məncə bu əmniyyəti məsələsində də dövlət əgər istəyir gücünü görsə də bu qonuya çözüm yaratması lazımdır. Niyə ki, mən belə inanıram ki, güclü dövlət problemləri güclü dövlət milləti yanına alıb problemlərlə üzləşən dövlətdir. Problemlərin başını əzən dövlətdir. Problemləri yanına alıb millətin başını əzən dövlət isə zəval dövlətidir. Yəni düşüşə keçmiş bir dövlətdir, güclü bir dövlət deyil. İran əgər istəyir hakimiyyətinin gücünü görsə də bu qonuya, bu fəlakətə, bu soruna çətin də olsa çözüm tapar ki, özü bunun məsulidir. Çox sağ ol. İkinci sual olaraq Urmu gölünün qurudulmasına dövlətin indi öz qurumları vardı və sazmanlar vardı. Bunların rolu nədir? Nə ediblər və nə edirlər indi? Qurumlara baxdığımızda mən İranda rantçı hakimiyyət zehniyyəti görürəm. Yəni ki, e, İran təbii qaynaqlardan çox yararlanır və təbii qaynaqlar İranda çoxdur, boldur. Neft kimin və başqa qaynaqlar kimin. Və bu qaynaqlar buna səbəb olub ki, rantçı bir dövlət yarana İranda. Rant nə mənadır? Rant budur ki, heç bir səy, cəhd, təlaş olmadan, heç bir əmək vermədən bir mükafata yetişəsiniz. Buna rant deyirik. Heç bir oturasınız, yiyəsiz, yatasınız və şortkatlarla gedib o mükafata yetişəsiniz. Heç bir əmək olmuyor bu arada. İranda neft olduğu üçün neftin zənginliklərindən yararlanaraq o neft əsasında bir sistem qurubdur, özünə görə o qaynaqlar əsasında, o qaynaqları sömürmə əsasında bir sistem qurubdur və rantçı bir dövlətə çevrilibdir. Qurumlara isə bu rantçı dövlətin rantçı mentalitəsi hakimdir. Rantçı mentalitə nə mənadır? Deyirik ki, kapitalist sistemlərdə bəyənsək də, bəyənməsək də, düz bilsək də, bilməsək də belə bir ilişki var ki, əmək verdikcə mükafat qazanırsan. Əmək vermən lazımdır ki, mükafat ola. Bu ilişki İranda qurumlarda qırılıbdır. Yəni belə olubdur ki, necə əmək vermədən mən mükafata yetişim. Yəni ki, necə yemiyyatım mükafata yetişim, necə sömürüm mükafata yetişim, necə heç bir əmək, heç bir təlaş olmadan, düşüncə prosesi olmadan gedim mükafata yetişim.
Qurumlarda məsələn bu gün görürük çox gözəl bir yazı var idi sosial mediada Urmu gölü haqqında. Deyir ki, o Sitadı İhya Edəriyyatçı Urmiyə quruldu ki, Urmu gölünü doldura. Son günün sonuna baxdığımızda Urmu gölü dolmadı. Amma orada işləyən o məsullar ki, o büdcəni alırdılar, onların cibləri yaxçı doldu. Və əslində tamamilə qonu budur. Yəni rantçı mentalitet budur ki, Urmiya gölünü bəhanə bilib oraya gələn o Sitada gələn büdcəni öz cebinə atan bir insan. Yəni o rantdan onu rant olaraq, Urmiya gölünü mükafat olaraq görüb, oradan gələn büdcəni çözüm üçün yox, çözüm axı cəhd istəyir, əmək istəyir. Çözüm üçün yox, bəlkə öz cebinə bir rant olaraq görən bir mentalitəyə dönüşübdür. Və bu topluma da sirayət edibdir. Qurumların hamısında da var. O sədrlər ki, vurulubdu onun qırağında, onların mükafatını istəyir dövlət. Urmu gölü qurusun, insanlar orada əzab çəkir, çəksin. Bu nə pahasına olursa olsun, mən mükafata yetişim, mən o ranta yetişim hədəfdir. Nə oradakı çözüm. Onun üçün də belə tənbəl yetişən bir dövlətdə çözüm yaratan bir qurum, çözüm projelərinin üstündə birləşən bir qurum görmək və tapmaq da çox çətin görülür. Onun üçün elə yəni rant və bu direkt mükafata necə yetişim, nə pahasına olursa yetişim mentalitəsi hakim. Çox sağ olun Sinan bəy. Biraz da bizə dövlətin makro siyasətlərindən bəhs edə bilərsiniz. Çünki bəzi insanlar düşünürlər ki, dövlətin dərin iradəsi əslində bu gölü ehya eləməkdə deyil. Siz nə düşünürsünüz? E, Dəqiqən o rant mentalitənin nəzərdə alındığı mən də qəbul edirəm ki, yəni elə bir cəhd yoxdur ortada. Niyə ki, heç bir qurumda heç bir cəhd yoxdur əslən ortada. Amma bura qədər o makro, mikro, nə mənə siyasət danışdım, onu əgər bu gün hər hansı bir mərkəzdən olan aktivistlərə də qulaq asdırsaq, əgər bu müsahibəni mənim dilimi anlaya bilsələr, qulaq assalar, onlar belə məndən buracaq məndən razılaşacaqlar. Yəni buracaq heç bir problem yoxdur. Amma mənim üçün və Azərbaycan milləti üçün çözülməmiş və mübahisəli bir paradoks var ki, mərkəz düşüncəsində olan insanlar onu qəbul etmirlər. Və mənim bayaq anlattığım rant mentalitəsi və Cümhuriyyət İslaminin beceriksiz o idarəçiliyi ilə izah edilə bilmir bu paradoks. Razılaşdığımız qonu nə mənədir? Hamı ilə razılaşdığımız qonu budur ki, İran İslam Cümhuriyyəti idarə etmə məsələsində gəldiyində şikəst yeyibdi və yanlış siyasətləri ilə İranda yaşayan hər kəsin yaşamını təhlükəyə atıbdı. Hər kəsin. Yəni hər kəs fəlakət içində yaşayır və bunda hamımız razıyıq. Amma burada açıqlanmayan bir paradoks var. Və haşiyədə yaşayan millətlər olaraq biz bunu çözməyə çalışırıq. Paradoks da budur ki, biz ondan razılaşmırıq, mərkəzlə razılaşsa da. Budur ki, necə olur ki, zaten quraq olan mərkəz, İsfahan, Yəzd, Şiraz falan, bölgələr sənayeləşir və qısa sürəliğinə də olsa zənginləşir. Amma Azərbaycan kimi, Əhvaz kimi neft üstündə məsələn oturmuş zəngin bölgələr gün keçdikcə quraqlığa çevrilir və fəqirləşir. Yəni o rantçı mentalitet bunu açıqlamır, bu paradoksu açıqlamır. Məsələ İsfahanın da bu gün quraq olması deyil. Yəni təbii ki, o var. Amma məsələ zaten quraq olanın necə zənginləşdiyi və ilk başdan zəngin olan, təbiəti olan, quraq olmayanın necə yoxsullaşdığıdır. Onu da makro rant siyasəti ilə, mentalitəsi ilə açıqlamaq olmur. Məncə bunu açıqlamaq üçün İranın o daxili istimar siyasətlərinə baxmaq lazımdır. Mən elə o makro siyasətlərə baxmaq istəyirəm. Yəni daxili istimar siyasəti bilirik ki, çox fərqlidir o klassik istimardan ki, xaricdən xarici bir ölkə gəlir, sizi sömürür, gedir, o settler kolonializm deyirik. Daxili istimar biraz fərqlidir. Fərqli cəhəti də budur ki, özünüzdəndir. Yəni eyni dövlət altındasınız, sizi istimar eləyən və daha çox güclüdür o sizi istimar eləyən. Daha çox sömürmək gücünə sahibdir. Daxili istimarda insanları uğurlamaq üçün daha çox gücə sahibdir hakimiyyət. Təbii ki, yəni o ekonomik istimarı da eləyir, bəli, ələ keçirdiyi o bölgəni, xasiyyəti budur daxili istimarın ki, ələ keçirdiyi o bölgəni öz iqtisadiyyatının bir parçasının alt tabeyi edir. Yəni hakimiyyət tüm gücünü mərkəzə yığıb, orada saxlaması üçün iqtisadı oraya qurur, orada böyük mis, polad, kaşi kimi iri sənayelər qurur, oranın kültürünü əcəmən kültürü halinə gətirir, mədəniyyəti oraya yığır, iqtisadı oranın inhisarına çevirir və bunu etmək üçün də haşiyənin zənginliklərini sömürür və sonunda haşiyə mərkəzin çöplüyü halinə gəlir. Yəni məsələn, bu iri sənaye əgər çox su məsrəf eləyir və İsfahan quraqlıqdır, məcbur qalır haşiyədən su intiqal verə mərkəzə. Ummandan,
Xəzərdən, hətta şirin sudan belə istifadə eləyir ki, bu sənaye getdikcə e, gedə qabağa. Yəni oradadır ki, sərvət mərkəzə yığışdırdığında haşiyədən bacarıqlı iş gücü olsa, savadlı insanlar məcbur qalır ki, sərvət qazanması üçün mərkəzə köçə. Oraya köçərlər və oradadır ki, görürük ki, haşiyələşmiş millətlər və mərkəz arasındakı fəlakət nədir? Yəni məsələ bu deyil ki, bu gün hamımız fəlakət içindəyik, yoxsa Azərbaycan fərqlidir. Bəli, bu gün hər yan quraqlıqdır. İsfahan da quraqlıqdır, fəlakət içindədir İranda. Bəli, sorun burada bu paradoksu biz açıqlaya bilmirik və istimara ona görə üz gətirik, istimar teorilərinə ki, zəngin olanı necə quraqlaşdırdınız, zəngin olan bölgələri necə fağırlaşdırdınız. Azərbaycan kimi zəngin olan, təbii qaynağı olan bölgələri necə sömürdünüz və mərkəz ki, quraqlıq ola, oranı qısa sürəliğinə zəngin elədiniz. Məsələ budur, bunun üstündə odaqlanmaq istəyirik. Yoxsa ölkəni boş yerə bölüb biz ayrıyıq, bizdə fəlakət var, sizdə yoxdur demək deyil. Yəni bu makro siyasətlərdə buna çox diqqət eləmək lazımdır. Və onun üçün də mən bu sualınızın ikinci qismətinə qayıtdığımızda daxili istimar sistemi məncə icazə vermir kəsdən haşiyədə olan hər hansı bir sərvət gələ zənginliyə yol açar. Haşiyə getdikcə zəngin olsa belə, zəngin bölgə olsa belə yoxsullaşır. Çox sağ olun bütün dəyərli bilgiləriniz üçün. Əkləyəcəyiniz son bir söz varmı? Son bir söz yoxdur. Yəni mən ümid edirəm ki, bu məsələ bizim varlıq məsələmizdir. Hər halda hər şəkildə olsa da bir çözüm tapıla. Bu məsələyə etiraz eləməliyik. Etiraz bu gün eləməsək sabah bu varlıq məsələsi gələcək bizim bu varlığımızı kökündən apara. Yəni etiraz hər halda burada diqqətləri üstümüzə çəkmək üçün, bu məsələnin üstünə çəkmək üçün təkcə bir yol görüşür və ümid edirəm ki, bir çözümə ulaşa və bu fəlakətdən millət qurtula. Çox sağ olun mənə bu vaxt verdiniz. Siz də çox sağ olun Sinan bəy, əziz dinləyicilər, siz də sağ olun bizimlə birgə olduğunuz üçün. Bugünkü intervyumuzu burada sona erdiririk.